Salam əziz tələbələr, bu videoda 2007-ci ildə keçirilən magistratura imtahanının məntiq fənninin suallarının izahına baxırıq. Birinci sualda göstərilir fiqur arasında qanun uyğunluqdur. Bizdə birinci sualda göstərilib rom şəklində, kvadrat şəklində, rom şəklində və növbəti fiqur olacaq kvadrat şəklində. Düz. Sonra burada baxırıq qara üçbucağa. Qara üçbucaq saat əqrəbinin əks istiqamətində 45 dərəcə dönür və bizim alacağımız cavab da aşağıda yerləşəcək. Sonra baxırıq üçbucaq digər üçbucağa, üfüqi xəttənmiş üçbucağa. O da saat əqrəbinin əks istiqamətində 45 dərəcə hərəkət edir. Bizim cavabımızda da yuxarıda yerləşəcək və xəttləri yenə üfüqi istiqamətdə olacaq. Sonra üstəgəlmə işarəsi. O da saat əqrəbi istiqamətində 45 dərəcə sağa hərəkət edir. Yəni, olsa saat əqrəbi istiqaməti sağadır. Sağda yerləşəcək. Dairələrimizdə saat əqrəbi istiqamətində 45 dərəcə hərəkət edir. Alacağımız cavab da aşağıda yerləşəcək. Düzgün cavab E variantı. Növbəti sualımız ikinci sual. Qeyd edirik. 800 saat satılıb. Deyir olan 60%, saatın 60%, 50% endirimlə satılıb. 10% saatın 10% satılıb 30% endirimlə, 30% endirimlə və qalanı deyir 30% qalıb. Çünki 60 burada, 10 burada 70 eləyir. 100-dən də 70, 30% qalıb. O da satılır endirimsiz 8 manata. Düz. Mən ilk birinci, elə hazır buradan cavabı tapıram. Eləyir 30% saat nə qədər eləyir? Onu tapıram. 30-u vururam 800-ə, bölürəm 100-ə, eləyir 240 ədəd, düz. 240-ı da 8-ə vuranda 1920 eləyir. 10% saat 80 eləyir. İstəsək bunu rəngli qalsın. 60% saatda 450 eləyir, düz. Burada bir sıxıntı yox. Bunları dairəyə ala biləm, bilim nə qədər saatdır. 30% endirimlə dedikdə 8 manatın 50% onsuz da 4 manatda onu bilirəm. Buradan yazacam 4 manat vurulsun 480. 8 manatın 30%-ni tapıram. Bölürəm 100-ə. Buradan tapıram 2 manat 40 qəpik endirimdirsə 8-dən 2 manat 40 qəpik çıxanda mən tapıram nə qədər? 5 manat 60 qəpik. Onu da vururam 80-ə. Aşağıda hesablama əməliyyatını silirəm. Sonra yazıram. 480-ı da 4-ə vuranda yenə tapıram. 1920. 5 manat 60 qəpikdə 80-ə vuranda tapıram. 448. Bunları da cəmləyəndə eləyir 4288 cavabım eləyir. O da eləyir bizdə E variantı. Doğru cavab. Növbəti sualım. Üçüncü sual verilib kublarla. Üçüncü sualda verilən kubun ixtiyar çevrilməsi nəticəsində alınan kubu tapın. Bizə deyir kubun 600-də fərqlidir. Birinci baxıram. Mən kublar arasında olan əlaqəyə baxıram. Baxın, bu qara dairə yerləşir qara üçbucağın tin hissəsində, düz. Mənim qara dairəm yerləşir qara üçbucağın tinində, düz, əla. Və bu qara dairə, baxın hansı istiqamətdə yerləşir. Elə bizim düzgün cavabımız A variantıdır. Düz, əla. Biz indi baxırıq səhv variantlara. Hər ehtimal ona baxaq. Baxın, burada tinləri olmalıdır, yoxdur. Bu, qara üçbucağın tinində yerləşir, olmaz. Və bizə axı deyib, kubun 600-də fərqlidir o cəhətdən. Baxın, bunlar da uzaqdır bir-birindən yerləşir. Və boşluq, baxın, hardadır? Olmaz. Ona görə bir dənə düzgün variantımız A variantıdır. Baxırıq dördüncü sualda. Dördüncü sualda kubun açılışı verilib və bizdən alınmayan, yəni səhv cavabı istəyir. Baxırıq A bəndinə. A bəndində yerləşməsinə baxın. Baxın, bu fiqurun yerləşməsi doğru yerləşib və 2-nin bunlara münasibətinə baxsaq, baxın, yuxarı yaxın olan hissə boşluqdadır. Düz. Hara yaxın olan?
yuxarı yaxın olan hissə boşluqdadır. Düz? Burada bir sıxıntı yoxdur. Deməli, hər şey qaydasındadır. A variantı düz. Baxıram B variantına. B variantında da eyni sistemdir. Baxırıq. Bu xəttlər düz olduğu kimidir. Düz. Mən altını olduğu kimi yazıram. Bu yanda, yəni fiqurun sağ tərəfində və yerləşməsinə baxıram. Olduğu kimi yerləşmədə bir sıxıntı yoxdur. Düz. Deməli, B variantı da düzdür. A variantı da düzdür. Baxıram C variantına. Fiqurun üzərindən silirəm bunları. C variantı, baxın, altının boşluğu hara baxır? Altının boşluğu bura baxır. Altının yerləşməsi, baxın, səhvdir. Altının boşluğu olan hissəsindən çıxmalıdır. Bu belə bir istiqamətdə olmalıdır. Deməli, elə bizim cavabımız C variantıdır. Digər variantlara da baxırıq. D variantında yerləşməsinə baxırıq. Baxın, bunların yerləşməsinə baxdıq. Bax, fiqurumuz budur, olduğu kimi. 2, yuxarı hissəsi qapalıdadır və bura yaxındır. Yuxarı hissəsi qapalıdadır və bura yaxındır. Düz, bəli. Bunların da yerləşməsi bir sıxıntı yoxdur. Y variantına baxıram. Y variantında 2-nin yerləşməsi, Y variantında görəcəyimiz variant budur. Düz. Bu hissədə bir sıxıntı yoxdur. Bunların yerləşməsində düz. Və biz bu fiquru yazırıq burada. Döndəririk 90 dərəcə. Deməli, hər şey qaydasındadır. Fiqurumuz bu olacaq. Bir sıxıntı yoxdur. Burada da olduğu kimi göstərilib. Baxırıq 5-ci suala. 5-ci sualda nə deyir? Rəqəmlərinin hasili 8-ə bərabər olan ədədlərin maksimum olanını tapın. Onun sonucu rəqəmini müəyyən edin. Rəqəmlərinin hasilidir. Fikirləşirəm, nə yaza bilərəm? 4, 2, 1 yazaram. Və mənə neçə rəqəmli də demir. Düz. Sonuncu rəqəm nədir? 1. Kifayət edir bu mənə? Bəli. Neçə rəqəmli olur olsun? 2 rəqəmli də olsa. 81. Bitdi. Bəli. Rəqəmlərin hasili 8-ə bərabər olan cavab 1-dir. Yəni 4211 də ola bilər. Baxırıq 6-cı sualda. 6-cı sualda da x şərt ediləndən tərcümə soruşur bizdən. Bizə lazımdır nə? Onlar onları tərifləyirlər. İlkin vəziyyətdə tapıram mən nədir? Hər ikisində d verilib, düz. D-ni yazıram. Burada bir sıxıntı yox. Sonra onları tapıram. Onlar nə ola bilər? Uğurlu görürəm. Onlar uğurludur, düz. Fikirləşirəm, uğurlu varımdır. Sonra növbətidə baxın, hər iki variantda onu var. Onu nə ola bilər? T. Onu T-dir, düz. Onu T-dir. Sonra baxıram, qələm rəngini dəyişdim. Sonra baxın, nələr var? Tərifləyirlər var, düz. Hər ikisində nədir? Marım. Tərifləyirlər nədir? Marım. Deməli, mənim axır hərfim marımdır. Yəni, axır sözüm marımdır. Növbətində nə istəyir? Mən danlayırı tapım. Danlayır nədir? Veli. Veli danlayırdırsa, buradan da lo var. Onları. Deməli, onları da lo'dur. L, o. Ur, lo, marım. Deməli, düzgün cavabım B variantı. 7-ci sualda qanun uyğunluq verilib. Qanun uyğunluğa əsasən sual işarəsinin yerinə uyğun variantı tapmalıyıq. Biz görürük 28-dir, 20-dir. 38-dir, 22-dir. Ağla birinci təxminən nə gəlir? 2 ilə 8-i cəmləsəm, eləyər 10. 2 ilə 8-i cəmləsəm, eləyər 10. Onu da vuraram 2-yə. Bərabərdir 20. Düz. Onda 3 ilə 8 də cəmləyərəm 11. 2-yə vursam 22. Hazır. Baxıram. Burada da 5 ilə 6-nı cəmləyib 11. 2-yə vurub 22. 2 ilə 3-ü cəmləyirəm. 5. 2-yə vururam 10. Düz. Cavab C variantı. Bunu harada fikirləşə bilərəm, cəmləyərəm. Çünki 506-dan da 22 alır. 38-dən də 22 alır. Yəni, burada daha böyük bir şey eləmir. Fikirləşirəm ki, yəqin cəmləyib nəyə vurub? Rəqəmlərin cəmlindən istifadə edib ki, aşağı yuxarı ikisi də eyni şey alınır.
Baxırıq 8-ci suala. Məsələmiz sinif, söhbət sinifdən gedir. Sinif və deyir oğlanların sayı qızların sayından 1.5 dəfə çoxdur. Yazıram oğlanlar və qızlar. 1.5 dəfə çoxdur dedikdə mən oğlanlar 3x götürəm, qızlar da 2x götürəm, tam ədəd olsun deyə. Sinifim də edir 5x. Əla. Sonra mənə deyir 4 qiyməti alan oğlanlar, deməli qiymət söhbəti də var. 4 qiyməti alan oğlanlar. Sinifin 16%-ni təşkil edir. Sinif neçədir? 5x. 5x-i vururam 16-ya, bölürəm 100-ə. 5-i 16-ya vururam 80 alıram. 80 də 100-ə böləndə 0,8x eləyir. Deməli mənim 4 qiymət alan oğlanım 0,8x-dir. Hesablamanı silirəm. Qızlara da yazıram qiymətlərini 5, 4, 3. Sonra deyir qızların 20% əlaçıdır. Qızların 20%-i 2x vururam 20, bölürəm 100. Buradan da tapıram ki 2x də 5-ə böləndə 0,4x eləyir. 20% əlaçıdır. 0,4x 5-ə olan yazdım. Hesablama əməliyyatını silirəm. Yenə baxın. Deyir 4 qiymət alan qızlar əlaçı oğlanlardan 2 dəfə çoxdur. Mən buraya x yaza bilmədiyimə görə y ilə yazıram. 2 dəfə çoxdur. 4 qiymət alan qızlar 2 y yazıram. Əlaçı oğlanlara da y yazıram. Qalan 2 qız və 8 oğlan 3 qiymət alıb. 8 oğlan, 2 qız. Bitdi. Sinifdə neçə oğlan var deyir. Düz. Mən ilk birinci nə düşünərəm? Mən x-in yerinə elə bir ədəd yazmalıyam ki, 0,8, 0,4 tam ədəd alınsın. Ən kiçik yaza biləcəyim rəqəm 5-dir. Onun üçün 5 qiymətini yoxlayıram. Həqiqətən alınsa deməli düzdür. Başlayıram yoxlamağa. 5-i yoxlasam, sinifim eləyər 25. Düz. Qızlarım eləyər 10, oğlanlarım eləyər 15. Bura 5 qoymuşam, edər 4. Burada 5 qoymuşam, eləyər 2. Düz. Qızlarım 10-dursa, ikisi əlaçı, ikisi 3 alansa, deməli 6 dənəsi də 4 qiymət alır. Deməli y-im də bərabər olar 3-ə, x-in yerinə də onsuz da 5 qiymətini qoymuşdum. Burada da həqiqətən yoxlayıram ki, y-in yerinə 3 qoymuşdum. 3 ilə 4 toplarım 7. 7 üstə gəl 8, 15. Həqiqətən cavabım düz verir. Bitdi. Sinifdə neçə oğlan var soruşur? 15 oğlan var. Cavab C bəndi.